Salamlar, vaxtınız xeyir olsun. Mən Adgözəl Lakşin, insan psixologiyası metodisti. Bugünkü mövzumuz ondan ibarət olacaq ki, bizim hər hansı bir məşğuliyyət edinməyimiz, yaxud hər hansı bir müsbət keyfiyyətlərimizi ortaya necə kəşf edib çıxartmamız. Bəzən elə insanlar olur ki, rəssamlıq qabiliyyəti həqiqətən yüksək səviyyədə olur. Baxırsan, bekardır, bir əl işləri var, hər hansı bir kiçik bir portreti götürür, insan rəsmi olsun, hər hansı bir heyvan olsun, yaxud bir şəhərin dizaynı olsun, götürür, çəkir, amma işlədiyi iş tikinti sahəsidir. Üstünə düşmür. Elə yola verdiyi bu günü sabaha sata-sata həmin rəsmlərini daxilində olan bir kiçik enerji ilə kifayətləndirir. Amma düşünmür ki, həmin rəsmləri, həmin hər hansı bir digər rəssamlıq olmasın, məsələn, yaxşı bir, heç bir idmana getmiyor. Baxırsan ki, güləş sahəsindən anlayışı çoxdur. Araşdırıb, öyrənib, təcrübəsi getməyə bir 50-60% civarında ətrafında belə deyək, qeyd olunur. Amma həmin keyfiyyətin nə üstünə düşmək olmur, nə də arxasınca getmir. Elə də itib batır. Günümüzdə həqiqətən çoxdur. Məsələn, ən qlobal problem bilirik ki, sizlər də bilirsiniz ki, ölkədə futbol problemidir ki, əksər baxırsan, milli komandaya çox biabırçılıq vəziyyətdədir və bir nəfər də çıxıb irəli deyən yoxdur ki, sən səhv oynayırsan, yaxud səhv filan şey yerinə yetirirsən. Və əksinə, rayon və yaxud şəhər daxili bəzi yerlərdə, hətta məhəllə içərilərində belə deyək, elə formada özünü yetişdirən uşaqlar var ki, onları hər hansı bir milli komandanın yerinə digər ölkənin millisinin qarşısına çıxarılsa, bu dərəcədə biabırçılıq olmaz. Ən azından onların hiss elədiyi məsuliyyəti bu qədər maddi vəsait alan şəxslər hiss etmirlər. Amma onlar hiss edərlər, ən azından ölkə üçün, milli dəyərlər üçün. Və nəticə etibarilə də mövzu yenə qayıdır həmin şeylərin müsbətə doğru, hobbilərin, müsbətə doğru gedən keyfiyyətlərin ortalığa çıxarılması və üzdə göstərilib onun inkişaf etdirilməsinə. Və bunun üçün də bəzən hər hansı bir müsbət keyfiyyətlər olduğu təqdirdə nə siz qorxub, çəkinib, narahat olub əsla geri çəkinməyin. Var müsbət keyfiyyətlərin sona qədər get. Onu inkişaf elətdirmək üçün hər hansı bir təşkilata qatıl. Hər hansı bir könüllü də olsa dövlət müəssisəsinə get, göstər, tanınsınlar, bilsinlər və ya sosial platformaya çəkib yerləşdirmək bu qədər çətin bir şey deyil ki. İnsanlar əksinə bu kimi şeyləri ört-basdır etdikcə bir də ayılırlar ki, quru maaş olan muzlu əmək haqqı deyilir. 700-800, uzaq başlap olsun 900 min. Amma halbuki həmin keyfiyyətini ortalığa çıxarsa, işlədiyi maaşın 2 qatında ola bilər. Amma əslində insanların əksəriyyəti nə çətinə, əziyyətə doğru qaçma deyirlərsə, budursa budur. Onun üçün mütləq şəkildə müsbət keyfiyyətləriniz varsa, onu negativ halda düşünüb günü-günə satmaqla yox, inkişaf etdirərək özünü tanıtdırmaq deyilir buna. Bu kimi meyarları ortaya çıxartmaq lazımdır. Bu qədər. Suallarınız olduğu təqdirdə şəxsi mesaj bölməsində yaza bilərsiniz və ya hər hansı fikirləriniz olduğu təqdirdə bölüşə bilərsiniz. Seanslarımız onlayn və əyani həyata keçir.